Переехать və приехать. Çoxları səhv eşidirlər, səhv yadında saxlayırlar. Gəlin müzakirə edək. Переехать önündə peri ön şəkilçisi var. Переехать deməli köçmək deməkdir. Harasa köçmək. Bir yerdən başqa yerə, bir ofisdən başqa ofisə, bir mənzildən başqa mənzilə, bir şəhərdən başqa şəhərə, bir ölkədən başqa ölkəyə. Bunların hamısı переехать felini istifadə etməlisiniz. Amma приехать önündə pri var, gəlməyi göstərir. Yəni hardansa loru dildə desə özünə cəlb edirsən, özünə çəkirsən. Məsəl üçün, я переехал və yaxud переехала в Москву. Mən köçdüm Moskvaya. Я приехала və yaxud приехал к родителям. Mən gəldim valideynlərimin yanına. Deməli, переехать köçməkdir, приехать gəlməkdir. Pri ön şəkilçisi cəlb edir, maqnit kimi çəkirsiniz. Əzizlərim, 12 ilə yaxındır ki, mən rus dili öyrədirəm. Bir neçə kitabların müəllifiyəm. Şükür Allaha ki, bu günə kimi öyrənə bilməyən şagirdlərim olmayıb. Kimsə mədiyyata görə dayandırıb, kimsə hansı vəziyyətə görə və s. Amma yox, şeyf ki, bu müəllimi seçdim, yox, öyrədə bilmir filan, şükür ki, olmayıbdır. Bəlkə mən yanılıram, şərh bölməsində yaza bilərsiniz. Onlardan biri də siz ola bilərsiniz. Nə etmək lazımdır? Nömrə ilə əlaqə saxlayırsınız. Nə qədər ki, boş yer var fərdi dərs üçün, onlayndır, fərdi dərs üçün yazılır. Kimsə ilk dərsdə nəticə göstərir, kimsə 1-2 dərsdən sonra nəticə göstərir, amma nəticə almayan şagirdlər ola bilməz. Danışıq dərsi də ona görə tez bir zamanda danışırsınız. Yox, imkanınız yoxdur və yaxud çox işləyirsiniz, vaxtınız yoxdur, amma ara sıra məsələn gün ərzində 10-15 dəqiqə vaxt tapa bilirsiniz, kifayət edir. İkinci kitabımı, danışıq kitabımı əldə edin, sərbəst öhdəsindən gəlin, siz də 0-dan B2 səviyyəsinə kimi qalxa bilərsiniz. Garantiya 100%.